Qaldığımız yerdən davam edirik. Bugün studiyamızın bayram buraxılışının özəl bir qonaqları var ki, studiyamızda Bakukas MMC və Golden Kids Fashion uşaq modelləri və sözsüz ki, bu modellərin bu cür ərsəyə gəlməsi üçün müstəsna əməyi olan təşkilatçımız az sonra studiyamızda olacaq ki, istəyəcəm uşaqlarımızı daha yaxından tanıyaq. Buyur balam, xoş gəlmişsiniz, sabahınız xeyir, bayramınız mübarək. Necəsiz? Yaxşı. Adın nədir? Qəmər. Qəmər, neçə yaşın var? 5. Bayramın mübarək. Çox sağ ol. Sən kimi təbrik eləmək istəyirsən? Hamınızı. Çox təşəkkür edirəm. Bəs valideynlərin, atan, anan? Atanı, ananı. Hamısını təbrik edirəm. Nə gözəl. Mikrofonu ötür dostuna. Bir də Qəmər bir şey soruşum elə mikrofon səndəykən. Qəmər, böyüyəndə kim olacaqsan? Rəsmçi. Mikrofonu daha yaxın tut. Böyüyəndə kim olacaqsan? Böyüyəndə rəsmçi. Rəssam olacaqsan. Bəs məktəbə gedirsən, 6 yaşın var da artıq. Yoxsa bağçaya gedirsən hələ? Hazırlığa gedirəm. Məktəbə qədər hazırlıq. Afərin sənə. Mikrofonu ötürək bizim dostumuza. Necə gözəl tərz geyinib. Amma dostumuzun başı qarışıb orada paltarına. Adın nədir? İbrahim. İbrahim, neçə yaşın var? Mikrofonu daha yaxın tut İbrahim, səni daha belə yaxşı eşidək. Bayramın mübarək İbrahim, necəsən? Yaxşıyam. Kimi təbrik eləmək istəyirsən? Mən böyüyən istəyirəm. Böyümək istəyir. İbrahim deyir, mən ancaq böyümək istəyirəm. Ötürək dostumuza. Bəs yaxşı böyüyək. Böyüyəndə kim olacaqsan İbrahim? Böyüyəndə Nə işləyəcəksən? məktəbə gedəcəm. Məktəbə gedəcək. İnşallah. İnşallah böyüyəcək və məktəbə gedəcək bizim İbrahim balam. İbrahim, tələsmə də, hər şey mərhələ-mərhələ. Bəs dostumuzun adı nədir? Ötürək dostumuza mikrofonu. Adını qoy, soruşaq özündən. Ötürək dostumuza mikrofonu. Aha, adın nədir balam? Amir. Götürək daha. Mən eşitmədim sən. Səsər yemək yeməmsən deyəsən. Amir. Amir, neçə yaşın var? 5. Kimə salam göndərmək, kimi təbrik eləmək istəyirsən bu Novruz bayramı ilə bağlı? Hamını. Hamını. Kimləri? Valideynlərin? Yəqin ki, məktəbdə müəllimələrin, hə? Məktəbə gedirsən? Hə. Hansı məktəbə gedirsən? Müəllimə adı nədir belə soruşum yaxşı? Samirə müəllim. Samirə müəllimə. Sən böyüyəndə kim olacaqsan bəs Samir? Polis. Polis, ay, gələcəyin polisi ilə həmsəbət olmaq necə böyük qürurdur. Qızımızın adı necədir? Balaca şəhzadəmizin adı necədir? Aksana. Aksana, neçə yaşın var? 6. Onda sən məktəbə gedirsən. Hə? Hansı məktəbə? Yəni birinci sinifə gedirsən. Müəllimə adı nədir bəs? Zəhra. Zəhra müəllimə. Sən valideynlərinə, bacı qardaşına, nənə babaya təbrik eləmək istəyirsən? Onda üzünü tut kameraya və təbrik et. Mən anamı da atımı təbrik edirəm. Çox təşəkkürlər. Bizim orada qırmızı saçlı, belə çox gözəl tərzi olan bir qızımız var. Mikrofonu almasını istəyəcəm. Çox gözəl bir tərzi var bu qızımızın, amma adını bilmirəm. Adım Nuray. Nuray, neçə yaşın var? 9. Necə gözəl görünürsən. Hamı, bütün qızlarımız çox gözəl, oğlanlarımız çox yaraşıqlı görsənir, amma Nuray bir başqa belə fərqli görsənir də gözümə. Nuray, hansı məktəbə gedirsən? Mən 12 nömrəli məktəbə gedirəm. Aha, Bakı şəhər 12 nömrəli tam orta məktəb. Bəs müəllimə adı nədir? Xatirə müəllimə. Xatirə müəllimə. Salam göndərmək istəyirsən Xatirə müəlliməyə? Bəli. Buyur. Xatirə müəllimə, salam, necəsiz? Novruz bayramınızı təbrik edirəm. Çox sağ ol Nuray. Bəs valideynlər? Buradan anamı, atamı, bütün ailəmi Novruz bayramını təbrik edirəm. Sən böyüyəndə kim olacaqsan bəs? Mən böyüyəndə moda tasarımçısı olmayı düşünürəm, paltarlar tasarlayacağam. Modelyer, dizayner olur. Necə gözəl. O birisi dostlarımızı daha yaxından tanıyaq. Adı nədir? Uğur. Uğur, neçə yaşın var? 7. Uğur, sən biraz belə gəl ki, səni daha da gözəl görsün bizim izləyicilərimiz. Sən kimi təbrik eləmək istəyirsən bəs bayramla bağlı? Hamını. Bütün Azərbaycanı. Atanı, ananı, nənəni, babanı, hamını. Çox gözəl. Bəs bu qeyri-adi sepi ilə seçilən oğlumuzun adı nədir? Mikrofonu ötürək ona. Adım Yusifdir. Yusif, sən biraz daha qəşəng dayan ki, səni izləyicilərimiz daha gözəl görsünlər. Neçə yaşın var Yusif? 7. Sən böyüyəndə kim olacaqsan bəs? Həkim. Ay, Yox, həkim. aktyor. Aktyor, həkim. Aktyor. Sən aktyor ol ki, aktyor elədir ki, bütün sahələrdə özünü sınayır da. Bəs dostumuz, ola bilər bəlkə hər ikisi oldun. Bilmək olmaz. Bəs o dostumuz, saçları çox qeyri-adi gəlir mənə. Daha yaxından tanıyaq dostumuzu.
Adın nədir? Adım Məmmədov Ümiddir. Ümid neçə yaşın var? 8. Ümid özün istəyirsən belə gözəl saçların olsun, yoxsa çox gözəl. Müəllimələrin adı nədir? Təbrik eləmək istəyirsən? İngilis dili müəlliməmin adı Arzu müəllimədir. Yəni öz müəlliməmin də adı Nərminə müəllimədir. Aha, demək ki, ingilis müəlliməsini daha yaxşı, daha çox sevmiş. Birinci onun adını qeyd elədi. Bəs bizim qrupumuzun ən böyüklərindən olan, bizim belə deyək də bu göstərinin birincisi olan igidimiz, mən ona balamız deməyəcəm, çünki boyu mənim boyumdan da uzun maşallah. Salamlayırıq, xoş gəlmişsiniz. Adınız necədir? Vəliyev Əsəd. Əsəd neçə yaşın var? 14. Əsəd, məncə sən aktyor kimi mütləq özünü sınamalısan. Hə, niyə də olmasın? Dəyərli rejissorlar, mütləq sınayın və mütləq ki, Əsəd bəyi gələcəkdə gözəl bir seriallarda, filmlərdə inşallah görəcəyik. Nəinki Əsəd, digər balalarımızın hər birində. Əsəd bəy, sən kim olmaq istəyirsən böyüyəndə? Özüm futbola gedirəm, professional futbolçuyam. Futbolda davam etməyə fikrim var. Nə gözəl. Bəs özünü necə burada sınamağa başladın? Yəni belə model kimi. Yəni futbolda, futbol getdiyimə görə bədənim biraz yaxşı. Deyirəm, modeli də bəlkə alınır. Əla. Bəs Novruzla bağlı sənin təbrikin kimlərədir? Azərbaycan xalqına təbrik etsəm bəs. Bütün Azərbaycanımıza çox təşəkkür edirik Əsəd. Yeniyetmə və gözəl qızımız. Təbrik edirik sizin Novruzunuzu. Çox sağ olun, çox sağ olun. Mən bütün Azərbaycan xalqını buradan ürəklərimdən təbrik edirəm. Adın? Pərvin. Neçə yaşın var Pərvin? Mənim 14 yaşım var. Aha, necə oldu özünü bu sahədə sınamaq qərarına gəldin? Mən əslində belə deyim də musiqiçiyəm. Yəni musiqiçi olma qərarını vermişəm. Birinci anam mənə dedi ki, səndə gözəl belə deyim də bir bacarıq var. Ona görə gəl yoxlayaq sınamaq üçün. Bəs Bakukast MMC-də sənə nələr öyrədirlər? Ümumiyyətlə sizə nələr öyrədirlər? Bizə orada özümüzə inanmağı, bacarmağı, nə bilim, hər şeyi. Necə gözəl. Amma məmnunsan, düzdürmü? Gələcəkdə bəs kim olmaq istəyirsən o? Musiqiçi olmaq istəyirəm. Musiqiçi, incəsənət sahəsində. Odur ki, biz gələcəkdə tez-tez görüşəcəyik, mütləq görüşəcəyik. Bəs bizim uzun saçlı, xumar gözlü qızımızın adı nədir? Adım Nuray. Adım Nuraydır. Neçə yaşın var Nuray? 13. Aha, sən necə oldu bu sahəyə istiqamətləndin, model kimi özünü sınadın? O çox uğurlu alınıb deyim sənə. Əslində mən həkim olmaq istəyirdim. Sadəcə bu sənətə də marağım olduğuna görə istədim ki, bu sənətə də başvurum. Əla, mükəmməl. Bəs gələcəkdə həkim olmaq istəyirsən yenə də? Bəli. Niyə də olmasın? Hər iki sahəni bir arada idarə eləmək mümkündür. Təki sevgi olsun orada. Bizim balaca dostumuzu istəyəcəm daha yaxından. İrəli gəl, səni daha gözəl görsün bizim izləyicilərimiz. Aha, adın nədir? Mətin. Mətin, neçə yaşın var? Mənim 12. 12 yaşın var. Hansı məktəbdə təhsil alırsan? Müəllimlərin adı nədir? Mən 180 saylı tam orta məktəbdə təhsil alıram. Müəllimlərimin adı Acun müəllim, Arifə müəllim, Ülkər müəllim və sair müəllimlər. Əla. Başqa kimlərə təbrik göndərmək istəyirsən Novruzla bağlı? Başqa bütün Azərbaycan xalqını buradan təbrik edirəm. Novruzları mübarək. Bütün dostların hamısı. Mətindən başqa bir dostumuz da var ki, belə qəribə saç stili var, onun çox gözəl saç stili var və çox gözəl tərzi var. Gəl bura, gəl. Gəl səni daha da yaxşı görsünlər. Adın nədir? Ümid. Ümid, neçə yaşın var? 9. Sən kimi təbrik eləyirsən? Bütün Azərbaycan xalqları var. Bəs valideynlər, nənə, baba, Hamını təbrik edirəm. hamını. Ümid heç kimin xətrinə dəymir. Ümid, bəs sən gələcəkdə kim olacaqsan? Böyüyəndə yanğın söndürən. İtfaiyyəçi demək istədi bizim türk dilli ümidimiz. Hə, yanğın söndürən olmaq istəyir. Əslində yanğın söndürənçilərimiz, yəni Fövqəladə Hallar Nazirliyimizin əməkdaşlarının işi çox çətindir həqiqətən də. Elə Ümidin timsalında, Ümidin sözündən əsaslanaraq bütün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da Novruz bayramını təbrik eləmək istəyirəm. Tamaşaçılar, bugün studiyamızda Bakukast MMC və Golden Kids Fashion uşaq modelləri və eyni zamanda bu uşaq modellərinin bu cür peşəkarcasına hazırlanmasında müstəsna əmək olan təşkilatçı prodüseri Zaur Səmədov studiyamızın özəl qonağıdır. Zaur bəy, gəlin zəhmət olmasa, xoş gəlirsiniz, bayramınız mübarək. Çox sağ olun. Novruzunuz mübarək. Uşaqlarla danışdıq, amma daha ətraflı istəyəcəm sizdən eşidək. Yaxşı, mən də Azərbaycan xalqının qarşısında, yəni Novruz bayramını təbrik edirəm. Bizim balaca modellərimizlə birgə bu gün sizin efirdəyik. Bəli. Zaur bəy, mən istəyəcəm öz fəaliyyət sferanızla bağlı məlumat verəsiniz, öz agentliyinizlə bağlı, Bakukast MMC ilə bağlı əhatəli izləyicilərimizi maarifləndirəsiniz. Biz artıq 2 ildən çoxdur ki, demək olar ki, fəaliyyətdəyik. İlk olaraq Golden Kids Fashion olaraq başladıq. Fərqanə xanım, Xoşqədəm xanım olmaqla birlikdə çalışırıq. Bugün onlar yoxlar, hər birinin də salamları var. Bu yetirmələrdə onların da təbii ki, əziyyəti danılmazdır. Biz birlikdə hər zaman ölkədə model yarışmaları təşkil edirik.
Bu artıq 8-ci layihəmizin finalından və digər layihələrimizdən bəli, uğur qazanmış uşaqlarımızdır. Həmçində Baku Kids Kastan da burada uşaqlar var ki, onlar da hər biri reklam, serial, film çəkişlərində rol alıb çəkiliblər. Hər biri uğurlu uşaqlardılar, efirlərdə olurlar. İnşallah ki, incə sənətə maraqlı olan uşaqlardır. Daha da inşallah uğurları bol olur. Zaur bəy, mən istəyirəm sizdən soruşum. Çünki gəlin də real danışaq. Əksəriyyətimiz istəyərik ki, çoxsumuz elə, bəlkə də hər birimiz istəyərik ki, övladlarımız mavi ekranlarda görünsünlər, gözəl səhnələrdə olsunlar. Amma bəzilərimiz üçün bu xəyal olaraq qalmış olur. Bax, bu xəyalı tilsimi qırmaq üçün siz buradayken istəyəcəm sizdən soruşum ki, uşaqların profesional, peşəkar fəaliyyəti üçün nə qədər peşəkarcasına onlara dərslər keçirilir, nələr öyrədilir ümumiyyətlə? Mən belə deyim, bizdə həm aktyorluq kurslarımız var. Kimlər ki, aktyor olmaq istəyir, reklam, serial, filmlərdə çəkilmək istəyirlərsə, kurslarımıza qoşulurlar. Əlavə olaraq modelliyə maraqlı olan uşaqlar üçün də model akademiyamız da var. Yarışmamızla bağlı model akademiyamızda fəaliyyət göstərir. Bu uşaqlardan varmı hər hansısa biri, hansı ki, seriallarda, kliplərdə və yaxud da reklam çarxlarında çəkilən? Burada olan uşaqlardan. Əslində bəzilərinin üzləri çox tanış gəlirdi. Bəli, Nurayev var, çəkilir, Nuray xanımdır, Ümid bəydir, Mətin bəydir və çox var. Ümumiyyətlə, bu cür, belə deyim də, təşkilat, bu cür agentlik uşaqlara nələri aşılır? Mən düşünürəm ki, hər şeydən vacib elə özgüvən aşılır. Çünki uşaqların addımlarında özgüvənləri hiss olunurdu. Valideynlər hər zaman bizə təşəkkürlərini bildirirlər ki, gəldikdə uşaqlar qapalı olur, baxmayın, açıqlamırlar, utanırlar, çəkinirlər. Artıq burada sosiallaşır uşaqlar. Sosiallaşırlar. Özgüvənləri artır. Həm qamətləri də gözəlləşir də sizin dərslərinizin sayəsində. Çox uşaqlarda biraz qamət problemləri çoxdur. Olur, ona görə də bizim də dəstəyimiz olur azdan çox da onlara. Əslində çox təqdirə layiq bir addımdır ki, ölkəmizdə bu cür bir sahə var və bu cür sahə bu qədər peşəkarcasına fəaliyyət göstərir. Yaxın zamanlarda hər hansı bir tədbirləriniz, özəl günləriniz və yaxud da belə deyək də planlarınız varmı, layihələriniz? Aprel ayının sonlarına yaxın inşallah böyük bir fashion tədbirimiz baş tutacaq. Artıq qeydiyyat da başlayıbdır. Yazanlar da var inşallah ki. Yeni bir layihəmiz olacaq. Bəs şərtləriniz nədir? Bax, burada sizin agentlikdə, sizin gözəl ballarınızın timsalında öz övladlarını görmək istəyən valideynlərə hansı şərtləriniz var? İstəyəcəm məlumat verərsiniz. Bizə genişdir. Burada uzun çəkər. Yazılanlar valideynlər olurlar bizlərə. Bizə əlaqə saxladıqda biz məlumatlar veririk. Bizdə belə deyim ki, 3 ay artıq dərslər olur. Həftədə 2 dəfə olmaqla. 6 bazar günləri övladlarımız iştirak edirlər dərslərdə, finala hazırlaşırlar. Sonra onlar geyimlərlə, saç düzümlərlə, stilistlərlə biz özümüz təmin edirik. Biz köməklikləri göstəririk. Fashionda finalda isə münsif heyətinin səs verməsi ilə qaliblər seçilir. Qalib seçilməyən uşaqlarda kas üzərindən reklam, serial, film çəkişlərinə yenə də köməklik göstərir. Elə uşaqlar var ki, fashionda uğur qazanmır, amma bacarığı var, aktyorluq bacarıqları var. Əslində günümüzdə analoji agentliklər var, amma belə deyirik, sizdən fərqli olaraq onlar verdikləri vədləri tuta bilmirlər deyə müəyyən müddətdən sonra, amma çox şükür olsun ki, yarım qalanlar olur, çox şükür olsun ki, sizin fəaliyyətiniz elə başladığınız gündən bu yana kifayət qədər çox peşəkarcasına fərqlənirsiniz, işlərinizdə uğurlarınızı arzulayırıq. Hər hansı bir sonda fikirləriniz varsa, bayram təbrikiniz varsa, bir çağırışınız varsa valideynlərimizə buyurun, söz sizin. Bir daha Azərbaycan xalqını təbrik edirəm. Bütün övladlara uğurlar arzu edirəm. Nəinki bizim layihəmizdə, kastimizdə olanlar yox, bütün Azərbaycanlı balalarına uğurlar arzu edirəm. Səsləriniz hər zaman yüksəklərdən gəlsin inşallah. Təşəkkürümüzü bildiririz Zaur bəy. Siz başda olmaqla bütün Baku Cast MMC və Golden Kids Fashion'ın uşaq modellərini, təşkilatçılarımızı, əziyyəti keçən xanımlarımızın hər birini Novruz bayramı münasibətini təbrik edirik və istəyəcəm uşaqlar gələsiz yanımıza, dostlarımız da gəlsin yanımıza və hər birimiz birlikdə kameraya baxaq. Biz də birlikdə qeyd eləyək ki, Novruz bayramımız mübarək. Hazırsınız? 3, 2, 1. Novruz bayramınız mübarək!